6-cı hədis. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, kim Ramazanı imanla və savabını Allahdan umaraq keçirərsə, keçmiş günahları bağışlanır. Nə gözəl fürsət. Deməli, Ramazan ayı böyük bir fürsətdir insanın günahlarının bağışlanması üçün, Allahın rəhmətinin qazanması üçün, cənnətə daxil olması üçün böyük bir fürsətdir. Və Allahın da bu ümməti olan lütfündəndir ki, müəyyən zamanlar seçib, müəyyən məkanlar seçib ki, o zamanda, o məkanda qullar ibadət edəndə Allah onları əfv etsin, bağışlansın. Dərəcələri qalxsın, günahlarının kəffarı olsun. Onlardan biri də Ramazan ayıdır. Ramazan ayı bir aydır ki, nə qədər orada mübarək əməllər var. Xeyirlərlə dolu bir aydır, bərəkətlə dolu bir aydır. Ramazanda oruç tutmaq, Ramazanda təravih namazları qılmaq, Ramazanda Quran oxumaq, zikr eləmək ən əfsəl ibadətlərdir. Və Ramazan ayında olan ibadətlər digər vaxtlarda olan ibadətlərdən daha əzəmətlidir. Niyə? Çünki mübarək aydır. Quran nazil olduğu bir aydır və mübarək aylar orada olan əməllər də daha xeyirli, bərəkətli, bol və əzəmətlidir. Həmçinin günahlar da elədir, böyük əzəmətlidir. Ola bilər insan başqa ayda eyni günah eləsin, lakin Ramazanda etdiyi həmin o günah daha əzəmətli olsun. Ona görə bu fürsətdir, bu mövsümlər itaət mövsümləri, ibadət mövsümləridir. Qafillik mövsümü deyil, günahlar üçün mövsüm deyil. Ümumiyyətlə, heç vaxt günah etmirsən, lakin bu aylar xüsusən fərqlənir. Çünki Allaha sevimli günlər aylardır. Xüsusi yerlər, məkan, zamanlar var. Allah üçün daha çox sevimlidir və o günlərdə, o aylarda mömin insan, aqil insan gərək istifadə eləsin, o nemətlərdən faydalansın ki, Allahın rəhmətinə qovuşsun, günahları üçün nə olsun? Kəffara olsun.